Gəncə şəhərində 9 mərtəbəli binanın altında sənətkar dostumuz Rafiqin emalatxanası var. Yolumuzun ağzı olduğundan Rafiqlə tez-tez rastlaşır, hal-əhval tutur, bəzən də bir stəkan çayın başında keçmişdən, insanlardan, həyatdan söhbət edirik. Dünən yenə yolumuz Rafiqlə kəsişdi. Söhbət əsnasında mənə bir insan haqqında elə bir əhvalat danışdı ki, düşündüm, bunu yalnız dinləmək olmaz, yazmaq lazımdır. Çünki bəzi insanlar həyatdan köçür, amma etdikləri yaxşılıqlar onların adını yaddaşlarda yaşadır. Söhbət Sovet dövründə Gəncədə fəaliyyət göstərən Maslojir, yəni yağ-pi kombinatında rəhbər vəzifədə çalışmış, xeyirxahlığı ilə tanınan Qara Camal adlı bir insandan gedir. Bir gün Qara Camalın köməkçisi onun yanına gəlir və deyir: "Yoldaş Qara Camal, bir işçi var. Hər gün teplavozla 2 meşok şulka aparır. Şulka deyilən pambıq çiğdidir. Onu tutub milis orqanlarına təhvil vermək lazımdır." Qara Camal bir qədər susur. Sonra sakit səslə deyir: "Həmin işçini mənim qəbuluma çağır." Bir qədər sonra qapı açılır. İşçi içəri girir, üzü gözü yağ içində, kombinizonlu, yorğun bir fəhlədir. Qarşısında böyük rəhbərin dayandığını görüb başını aşağı salır. Qara Camal ona baxır, bir neçə dəqiqə heç nə demir, sadəcə süzür onu. Sonra sakitcə soruşur: "Neçə uşağın var?" Fəhlə başını qaldırıb və deyir: "6 uşağım var." Qara Camal yenə bir müddət susur. Sonra deyir: "Get, işinə davam et." Fəhlə təəccüblə ona baxır. Yəqin ki, özü də belə cavab gözləmirdi. Qara Camal isə köməkçisinə tərəf dönür və deyir: "Bunun aldığı maaş 6 uşağı saxlamağa yetməz. Hər həftə ona bir maşın şulka ver. Qoy bazarda satsın, uşaqlarını dolandırsın." Köməkçi çaşqın halda rəhbərinə baxır. Amma Qara Camal qərarını vermişdi. O gündən sonra həmin fəhləyə hər həftə bir maşın şulka verilir. Bəlkə də o gün Qara Camal bir qaydanı pozmuşdu. Bəlkə də kağız üzərində bunun başqa adı vardı. Amma o, bir insanın qarşısında daha böyük bir həqiqəti görmüşdü. 6 uşağın çörəyə ehtiyacı vardı. O, oğurluğun arxasında gizlənən səbəbi görmüşdü. Cəzalandırmaq çox asan idi. Bir insanı tutub milisə təhvil vermək də asan idi. Amma həmin insanın ailəsini düşünmək, onun evlatlarının sabahını nəzərə almaq və problemi kökündən həll etmək, bax bunun üçün böyük ürək lazım idi. İllər keçir, o hadisənin şahidləri azalır. O dövrün zavodları, rəhbərləri, fəhlələri bir-bir yaddaşlara çevrilir. Amma yaxşılıq belə deyil, yaxşılıq ölmür. Bir insanın etdiyi xeyir illər sonra başqa bir insanın dilindən danışılırsa, deməli o insan hələ də yaşayır. Bugün mən də dostum Rafiqdən eşitdiyim bu əhvalatı özümə borc bildim ki, yazım və paylaşım. Bəlkə bu hekayəni oxuyanlardan biri Qara Camalı tanıyıb xatırlayacaq. Bəlkə həmin 6 uşağın taleyindən xəbəri olan tapılacaq. Bəlkə də heç kim çıxmayacaq. Amma bunun özü əsas deyil. Əsas odur ki, Qara Camal kimi insanların adı unudulmasın. Çünki insanın dünyada qoyduğu ən böyük iz nə vəzifəsidir, nə var dövləti, nə də tutduğu kreslo. İnsanın ən böyük izi etdiyi yaxşılıqlardır. Yaxşılıq heç vaxt unudulmur. Var olsun Qara Camal kimi insanlar. Allah dünyadan köçən bütün xeyirxah insanlara rəhmət eləsin. Onların yaxşı əməlləri edənlərə də, danışanlara da, xatırlayanlara da savab yazsın. Bu xatirəni Gəncədə sənətkar dostum Rafiqdən eşitdim. Müəllif Akif Çərkezoğlu.